Gözəl tərcümə maraqlı həmsöhbətə bənzəyir. Söhbətin maraqlı və axıcı olması üçün tərcümə təbii olmalıdır. Dil psixologiyadır. Gözəl tərcümə sistemli düşüncə tərzi formalaşdırır. Tam əksi bərbad tərcümə bərbad nitq və düşüncə tərzi. Sədafsız ki, ölkədəki qanuni fəaliyyətə görə tərcümə sayısı bərbad gündədir, amma ayrı-ayrı şəxslərin simasına möhtəşəm tərcümələrə də rast gələ bilərik. Bunlardan örnək olaraq Anar Mahmudovu deyə bilərəm. Onun tərcümələrini oxuyanda özümü uşaqlığıma geri qayıtmış kimi hiss edirəm. Məsələn, hal-hazırda oxuduğum Hamlet əsərində maraqlı bir söz var, qotman. Bu daha çox kənd təsərrüfatına məxsus bir anlayışdır. Otların üst-üstə yığılıb çomalanmasına deyilir. Bu sözü uzun müddət işlətmədiyim üçün deməli unutmuşdum. Çünki sözün ifadə etdiyi anlayış artıq əvvəl kimi aktiv deyil. Texnikanın inkişafı ilə əlaqədar olaraq ot qotmanlamaq prosesi demək olar sıradan çıxmaq üzrədir. Və bu da dilin nə dərəcədə mürəkkəb bir mexanizm olduğunu göstərir. Dil ictimai proseslərlə əlaqədar olaraq daim yenilənir, inkişaf edir. Bəzi sözlər arxaikləşir, bəziləri isə dirilərək yenidən aktivlik qazanır. Dəruni uşaqlıq xatirələrimi oyadan bir başqa maraqlı söz də 1984-dəki selbələməkdir. Bu, uzağa tullamaq, fırlamaq, tolazlamaq mənasına gəlir. Adətən uşaqlıqda futbol oynayarkən selbələ getsin formasında işlədirdi. Yəni, özündən maksimum dərəcədə uzaqlaşdır.